Sünəsiz düzləmdə duran nöqtəsəl cismə şəkildəki qüvvətlər tətbiq olunur. Cisim hansı yöndə hərəkət eləyəcək? Baxın, bu tipli məsələləri həll etmək üçün ən yaxşı yollardan biri proyeksiya ilə həll etməkdir. Gəlin, izah edeyim. Baxaq. Birinci baxaq, baxın, F5 qüvvəsinə. Görürsünüz, F5 qüvvəsi yuxarıya doğru bir damadır. Gəlin, elə onu tez qeyd edək. Yuxarıya doğru bir dama. Y ox istiqamətdə yəni. Sonra baxaq F1 qüvvəsinə. Bu F1 qüvvəsidir. Baxın, F1 qüvvəsi Y ox istiqamətində 2 damadır. X ox istiqamətində 2 damadır. Gəlin, qeyd edək. Y ox istiqamətində 2 dama, X ox istiqamətində 2 dama. Baxaq. Deməli, hansıları yazdıq? F1 getdi, F5 getdi. İndi baxaq F4-ə. F4 X oxun əksi istiqamətində 2 damadır. Göstərək. Sonra baxaq F3-ə. F3 Y oxu əksi 2 damadır. Gəlin, qeyd eləyək. X oxu istiqamətində də 1 damadır. Göstərdik. Bir dənə qaldı bizim F2-miz. F2-mizə baxsaq, X oxu istiqamətində 2 damadır. Y oxunun əksi 1 damadır. İndi gəlin bunları toplayaq. Yuxarıya doğru 3. X oxu istiqamətində 1, 2, 2, 5. X oxunun əksi istiqamətində 2, Y oxunun əksi istiqamətdə 3. Bunlar bir-birlərin apardılar. Onda 2, 5. Hansı böyükdür? 5 böyükdür. Ona görə də əvəzləyici qüvvəmiz X oxu istiqamətində 3 dama olmalıdır. Bura bir dənə də özümüzdən bir dama əlavə etsək, baxın, bizim əvəzləyici qüvvəmiz bax, bu yöndə olmuş olacaq.